Kəlağayı Azərbaycan qadınının milli kimliyini, estetik zövqünü və mədəni dəyərlərini ifadə edən qədim başörtüyüdür. Gəlin Kəlağayının müxtəlif bağlanma üsullarını və onların daşıdığı mənaları birlikdə öyrənək. Kəlağayı tarix boyu qadının özünü ifadəsi üçün vizual dil rolunu oynayan bir vasitə olub. Belə ki, xanımlar kəlağaylarının rəngi, naxşı, bağlanma üsulu ilə öz zövqlərini, yaşlarını, ictimai statuslarını və bəzən də emosional vəziyyətlərini ifadə ediblər. Mən sizə bir neçə üsulunu indi göstərim. Buna qızbaşı bağlama üsulu deyirlər. Buna çalma deyirlər. Çalmanın bir neçə variantı var. Yəni bir variantı budur. Sallama adlanan da növü var idi. Buna ləçək deyirlər. Bəzən elə çalma deyilir bunun özünə. Şamaxı, Quba bölgələrində dingə deyirlər. Bəzi bölgələrimizdə çəki deyirlər. Bəzi bölgələrimizdə çalma deyirlər. Yəni, hər bölgəyə görə adı var. Bu da dingə adlanır. Yəni, nənələrimiz bilirsiniz ki, at belində həyat sürüblər. Yəni, bu variant rahat idi, baş açılmırdı. Kəlağayın istədikləri vaxt üzlərinə çəkirdilər, yaşmaq kimi. Qərbi Azərbaycanlılar arasında bu qəmzə adlanır və orta yaşlı qadınlar arasında istifadə olunurdu. Bəzi bölgələrimizdə isə elə doğrudan da dingə adı ilə məlumdur. Kəlağayının bağlanma üsulları həm funksional, həm də mədəni mesajlar daşıyır. Bu milli başörtüyümüzün bağlanma qaydaları bölgələrə görə də fərqlənir. Kəlağayı keçmişdən gələn sənəti bugünə daşıyan milli kimliyimizin simvolik bir rəmzidir. Zərif, amma güclü. Elə Azərbaycan qadını kimi. Röya Salmanova, Vahid Zalov, Telesəhər.